Ucar rayon Ağsaqqallar Şurasının illik hesabat iclası keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümumilli lider Heydər Əliyevin Ucar şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Ucar rayon İcra Hakimiyyətində keçirilən hesabat iclasında Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov çıxış edərək ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, yaşlı nəslinin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. O, gənclərin dövlətə və xalqa sədaqəti ruhunda zərərli vərdişlərdən uzaq, sağlam əsaslar üzərində tərbiyə olunmasında ağsaqqalların böyük rol oynadığını vurğulayıb. Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi həyatında ağsaqqalların rolu artıb və onların cəmiyyətin bütün sahələrində fəallığı təmin edilib. Bu diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamaliyev illik hesabat məruzəsi ilə çıxış edərək qeyd edib ki, Şuranın üzvləri gənc nəslin milli mənəvi dəyərlərə və doğma vətənə hörmət ruhunda formalaşdırılması istiqamətində keçirilən təbliğat və maarifləndirmə tədbirlərində fəal iştirak edirlər. Çıxış edən Ağsaqqallar Şurasının üzvləri Niyazi Xəllov və şəhid atası Məhəmməd Əli Əliyev ölkəmizdə ağsaqqallara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.